Uçuş helikopterlərinin mühərrikinin səsini eşitməyə, pərinin küləyini duymağa gələnlər nə hərbiçilər idi, nə siyasətçilər. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranma günü ilə əlaqədar hərbiçilər xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçiriblər. Görüşdə məqsəd təkcə bayramı qeyd eləmək deyil, eyni zamanda balaca fidanlara dəstək olmaq, onların üzündə təbəssüm yaratmaq olub. İlk dəfə belə bir məkana düşən balacalar həyatlarının ən unudulmaz anlarından birini yaşayırdılar. Sevinç və həyəcanları isə nə helikopterin ucaldığı göyə, nə də onu izləmək üçün dayandıqları yerə sığırdı. Helikopteri gördüm. Mənim üçün çox maraqlı oldu. Və bunun üçün hamıya təşəkkür edirəm. Hərbiçilərin bayramıdır. Onları ürəkdən təbrik edirəm. Xəttə bilərəm, sürü bilərəm, hərəklərə bilirəm. Oturda sürdük. Pilotla bərabər oturdu, sürdü. Uçduqsa, özlərdə uçuruq falan. Sevinən təkcə uşaqlar deyildilər. Düşmənə qan utduran hərbiçilər də bu gün uşaqlar qədər həssas və məmnun görünürdülər. Qayğıya ehtiyac olan övladlarımız bizim hərbi hissəmizə qonaq gəlmişdir. Biz çox şadıq onları qarşıladığımız üçün. Hal-hazırda onları texnikalarımızla tanış edirik. Hamısı pilot olmaq istəyir. Biz onların arzusunu yerinə yetirə bilməsək də ən azından bir günlük onları öz texnikamızla tanış edirik və onların üzündə təbəssüm yaratdığımız üçün çox şadıq. Ən böyük arzum pilot olmaqdır deyib, helikopteri Quliyev, İTV Xəbər.